Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibine tahirine ma'sumin. Usikum ve nefsi bi tegvallah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Məkarimul əxlaq duası İmam Səccad əleyhissalamın duasıdır. Mən qısa şəkildə o duanın şərhini istəyirəm davam eləyək bugün. Məkarimul əxlaq duasını keçən dəfə dedik, belə başlanır. Allahümmə salli ala Muhammedin və alih. Əvvəl salavat deyir, sonra belə deyir Allaha, ərz eləyir ki, və bəlliğ bi imani əkmələl iman. Deyir ki, ilahi mənim imanımı ən kamil iman qərar ver. Ən ali dərəcəyə çatdır. Bilirsiniz ki, imanın dərəcələri var. Hədisdə var, imanın 10 dərəcəsi var. Və hədislərdə var ki, yuxarı dərəcədə olan aşağılara dözümlə yanaşsın. Kimdənsə, başqalarından çox həddən artıq tələb eləməsin. Dərəcədir. İmam Sadiq sahabəsini göndərmişdi bir şəhərə, o qayıtdı, gəldi, dedi, ağa bu şəhərin cəmaatı dinsizdilər hamısı. Ağa baxdı, dedi, demə dinsizdilər. Dinən imanın biraz aşağı mərhələsindədirlər. Dinsiz demə insanlara. Onlara dözmək lazımdır. Hamı eyni səviyyədədir. Biri görürsən hər gecə namazı qılır, biri sübh namazına dura bilmir, biri ümumiyyətlə namaz qılmır, amma deyir Allaha qurban olum. Bu da imanın bir dərəcəsidir. Bu da imanın bir mərtəbəsidir. Qoy aşağı dərəcə olsun. Amma sən də o insanlara dinsiz adı qoyma. Dözmək lazımdır insanlara. Ona qalsa onda imamlar gərək bizə tərəf baxmasın. Əgər belə qiymət verməyə qalsa. Və İmam Səccad əleyhissalam dua eləyir, deyir ki, ilahi mənə imanın ən kamil dərəcəsinə çatmağı qismət elə. Quranda 2 yerdə mu'minuna haqqan kəlməsi işlənib. İkisi də Ənfal surəsindədir. Mu'minuna haqqan nə deməkdir? Yəni, həqiqətən həqiqi möminlər. Həqiqi möminlər kimlərdir? Ənfal surəsi deyəsən 4-cü ayə. Buyurur, innəməl mu'minun, innəma, yəni fəqət və fəqət, ancaq və ancaq. Quranda harada innəma qabaq uza çıxsa, 100 yerdə də gəlsə, mənası yəni ancaq və ancaq. İnnəməl mu'minun. Möminlər ancaq o kəslərdir ki, İza zukirallah vəcilət qulubuhum. Allah yad olunanda yanlarında, Allah yadlarına düşəndə ürəkləri titriyir. Alver eləyir müştəri ilə, istəyir yalan danışsın, Allah yadına düşür, çəkinir. Biri həkimdir, müalicə eləyir, görür ki, tapa bilmir. Tapa bilmir ki, bunun müalicəsi nədir? Desin ki, mən bilmirəm. Allah yadına düşsün, yalandan onun vaxtını alıb biraz da xəstəliyin dərinləşdirməsin. Biri alimdir, sual verirlər, rahat desin ki, bilmirəm. Rahat deyə bilsin bunu. Allah yadına düşsün və ürəyi titrəsin. Və dalıca buyurur, və izə tulliyət aleyhim ayatu zadəthum imanən. Quran ayələri onlara oxunan zaman imanları artır. Və alə rabbihim yetəvəkkəlun. Rəblərinə təvəkkül eləyirlər. Əlləzinə yuqimunəs-səlah və mimma rəzəqnahum yunfiqun. Namaz qılıb və onlara verdiyimizi Allah yolunda bəxş eləyirlər. Bunları deyəndən sonra buyurur, ulaikə humul mu'minunə haqqan. Bu dediyimiz adamlar həqiqi möminlərdir. İkinci Ənfalda budur ki, vəllezina amenu, iman gətirənlər, və haceru, və Allah yolunda hicrət eləyənlər, və cahedu fi səbilillah, Allah yolunda çalışanlar, vəllezina avav və nəsəru, evi olmayanlara ev verənlər, məskəni olmayanlara məskən verənlər. 3 dənə evi var, ondan birinə ehtiyaclı adama versin. 2 dənə evi var, birində yaşamır, onu versin bir fəqir insana. Bunları sayanından sonra buyurur, ulaikə humul mu'minunə haqqan. Bunlar həqiqətən həqiqi möminlərdir. İbadət və xidmət məsələsi. İmam istəyir duasında ki, ilahi məni imanın ən kamil dərəcəsinə çatdır. Yəni adam var, ömrü keçir, malı çoxalır, canı böyüyür, bədəni yekəlir, evi çoxalır, sərvəti çoxalır, amma çoxalmayan yeganə şey imandır. İmam buyurur ki,
ömrüm azaldıqca imanım çoxalsın. Xoş o adamın halına ki, ömrü azaldıqca imanı daha da artır. Ölənəcən ibadət edir, ibadət bilmir nədir. Bir alim deyir ki, cümə namazına getdim, namaz qılırdım. Yanımda bir uşaq vardı, atası ilə gəlmişdim. 3-4 yaşı vardı uşağın. Mən baxdım o uşağa, gördüm ki, o heç bilmir namaz nədir. Baxır, yanındakılar nə eləyir, onu eləyir. Olur da bəzən namaz qılırsan, uşaq gəlir, dayanır yanında. Deyir, qiyamda dayanırlar, qiyamdadır. Rüküyə gedirlər, o da gedir rüküyə. Səcdəyə gedirlər, səcdəyə. Oturur təşəhhüddə. Hamını cəmaət necə eləyir? Bütün hərəkətlər elə eləyir. Deyir, mən namazı qıldım, əlimi duaya qaldırdım. Dedim, ay Allah, şahid ol ki, mənim namazımdan bunun namazının heç fərqi yoxdur. O da bilmir nə edir, mən də bilmirəm nə edirəm. Bir dənə fərq ondadır ki, mənim saqqalım biraz azdır, başımda da əmmamə var. Bir iki dənə də kitab yazmışam. Amma vallahi deyir, and olsun öz izzəti və cəlalı var ki, mən heç bilmirəm ki, qiyamət günündə namaz çəkiləndə mənim namazım bu uşağın namazından ağır gələ. Tez qürur götürməsin insanları. Bir nəfər deyir, yuxu gördüm, yatmışdım, yuxuda gördüm, qiyamət günüdür. Deyim, mən rahat gəldim, keçdim bütün mərhələləri. Siratdan eşitmişəm hədisdə ki, siratdan keçdin də cənnətdəsən. Mən də qürurla belə tez-tez gəldim, birdən gördüm, rahat suratdan keçdim, indi hazırlaşıram cənnətə girəcəm, birdən qabağımı kəsdilər ki, 100 dənə savab təqdim eləməlisən ki, içəri gedəsən cənnətə. Danış görək, nə eləmirsən? Deyim, mən cavab verdim ki, 40 il mən həyat yoldaşıma güldən ağır söz demədim. 40 il yaşadıq, güldən ağır söz demədim. Dedilər ki, 3 savab. Dedim ki, özümü tanıyandan dünyamı dəyişənəcən, indi bura gələnəcən. Bir dəfə də sübh namazım qəzaya getmədi. Dedilər, 2 savab. Dedim ki, 3 dəfə Məşəddə olmuşam, 4 dəfə Kərbəlada olmuşam, məsələn 2 dəfə Həzdə olmuşam, dedilər 5 savab. Dedim, da mənim, da deyin ki, cəhənnəmlisən. Mən 100 xalı yığmaq üçün, mən gərək Nuhun ömrü qədər yaşayam. Məni burada dedilər ki, namaz qılmısan, böyük iş görməmsən. Allah buyurur, daş, torpaq, heyvanlar da Allah ibadət edir, sən də onlara qoşulmusan. Böyük bir iş görməmsən. Xanımıva acı söz deməmsən, həyatı şirin eləmsən. Acı söz desəydin, günün qara olacaqdı, burada da cavab verəcəkdin. Deyib, bəs onda dedim, bəs məni Allah bağışlamaz. Deyib, bağışlamaz deyəndə dedilər, bu başqa məsələ. Sən biraz çox qürurla gəldin, çox bərk gəldin, biz dedik, qürurun tökülsün sənin ki, bir iş görməmsən. Bağışlanmaqdırsa başqa məsələ. Bağışlanmaqdırsa niyə bağışlamır, bağışlayar. İman dərəcə-dərəcədir. Odur ki, bir-iki dənə nailiyyət əldə edən kimi insanı gərək qürur götürməsin. Və mən çox qısa şəkildə ki, imanın kamil olma əlamətlərini çox qısa istəyirəm sadalayam və sözümü tamamlayam. Biri budur ki, təslim, hədislərdə var. İmanın kamil olmasının əlamətindən birincisi təslimdir. Yəni, nə olsa deyəsən, əlhəmdülillah. Nə olsa deyəsən, çox şükür Allaha, razıyam. Deməyəsən, niyə belə oldu? Niyə elə oldu? Oğlu olur, deyir, niyə belə oldu? Qızı olur, deyir, niyə mən Allah oğul vermədi? Deyəsən, hər nə olsa deyəsən, razıyam. İmam Səccadın uşağı olanda xəbər verirdilər, soruşmurdu, qız oldu ya oğlan. Deyirdi ki, sağlamdır, deyirlər, bəli, deyirdi, əlhəmdülillah. Allah'tan gələn hər şeyə razı olasan. İkincisi budur ki, hədis buyurur, əməli ilə əqidəsi uyğun ola, danışığı ilə əməli eyni ola. Bu çox mühüm məsələdir. Bəş danışanlar çox vaxt görürsən ki, hamıya aman vermir danışmağa, amma əməlində danışdığından əsər əlaməti yoxdur. Üçüncüsü ixlasdır ki, inşallah ixlas haqqında geniş danışarıq. Dördüncüsü haramdan çəkinməkdir ki, o barədə də söhbətlərimiz olub və inşallah yenə olacaq. Beşincisi budur ki, tamahdan uzaq olasan. Yəni, tamah nədir? Hamının malında gözün olmayan. Onda var, üzr istəyirəm, çox üzr istəyirəm bu sözü işlətdiyimə görə. İnsan var, ağzının suyu axa-axa yaşayır. Hər şeyə baxır, ağzının suyunu axıdır ki, kaş məndə də olsun. Gözü cəmaatın əlindədir. Amma həqiqi iman o adamdadır ki, gözü Allahdadır, ancaq Allahdadır. Onda var, məndə də olsun, məntiqi ilə yaşamır. Altıncısı budur ki, hədis buyurur, ziyanına da olsa düz söz danışa, haqqı deyən. Haqq ancaq mənim xeyrimə də onda danışmayam. Haqq ziyanıma da olsa onu deyəm.
Quran buyurur: "Vəlau ala anfusikum." Düz deyin, əgər əleyhinizə də olsa, haqqı danışın. Əbu Zər keçir, Əbu Zəri hamı tanıyır, peyğəmbərin səhabəsidir. Əbu Zər keçir, görür ki, dövlətin başçıları, məmurlar oturublar hamısı Bəni Ümeyyə dəstək verirlər. Bəni Ümeyyə bilirsiniz də, Muaviyyənin nəslinə, nəslin Bəni Ümeyyə, Əbu Süfyanın nəsli. Bəni Ümeyyə Osman zamanında hakimiyyətə çatdı. Əbu Zər gəlir, görür ki, ölkədə nə qədər nüfuzlu adamlar var, oturublar Bəni Ümeyyəni dəstək iclası keçirdilər. Baxdı, dedi, bəh, 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 Əbu Zər və güldü. Dedilər, nəyə güldün? Deyib, Peyğəmbərdən hədis eşitmişəm ki, o gün ki, dövlətin məsul adamları, o gün ki, dövlətin məmurları, hamısı Bəni Ümeyyə dəstək verdi, vay ümmətimin halına. Buna gülürəm. Dedilər ki, dedinsə şahid gətirməlisən. Sözvə şahid gətirməlisən. Şahid gətirməsən səni öldürəcək. Çünki Əbu Zər bilirlər ki, söz dedirsə cəmaata təsir qoyacaq. Şahidim var ki, Peyğəmbər bu sözü deyib. Fikirləşirdi, vallahi yadıma düşmür, bəlkə Həzrət Əli bilə, bəlkə. Başqa bir şey yadıma düşmür. Gəlirlər Həzrət Əliyə deyirlər ki, Əbu Zər belə bir söz dedi, yalan çıxsa öldürəcək. Sən şahid olmusan ki, Peyğəmbər belə söz deyib. Həzrət Əli baxır, deyir, yox. Mən eşitməmişəm, orada olmamışam Peyğəmbər bu söz deyəndə. İstəyirlər Əbu Zəri tutub aparsınlar, baxır deyir, amma bir şey mən eşitmişəm Peyğəmbərdən. O nədir? O da budur ki, Əbu Zər heç vaxt yalan danışmaz. Əbu Zər həmişə sözün düzünü deyər. Bunu eşitmişəm, bunu təsdiq eləyə bilərəm. Bu sözü ilə nicat verir onun, həyatını qutarır onların əlindən. Ki bu Həzrət Əlidən deyilən hədisə də cürət eləyib deyənməzlər ki, sən şahid gətir. O sözü əleyhissalama deyə bilməzlər. Deyir, imanın kamil olmasının əlamətlərindən biri budur ki, insan haqqı deyə, hətta öz ziyanına da olsa. 7-cisi budur ki, qınayanın qınamasından qorxmazdı. Cəmaat mənə nə deyər? Cəmaat mənə nə deyər? Haram məclisə gedir. Məscidə getsəm cəmaat nə deyər? Namaz qılsam cəmaat nə deyər? Cəmaat nə deyər? Fikirləşməyə insan. Əllamə Təbətəbaydan soruşdular, filan şey necədir? Deyir, birdən desəm bilmirəm, eybi var, dedilər, yox, dedi, vallahi bilmirəm. Fikirləşmədi ki, mən deyərlər, Əllamə Təbətəbayı bilmir. Qoy, nə deyib desinlər. Heç vaxt olanməz ki, insanlar razı qalsın. Həzrəti Məryəmin dalıca danışıb bu cəmaat. Həzrəti Musanın dalıca danışıb. Həzrəti Əlini şəhid eləyəndə dedilər, Əli namaz qılır ki, məsciddə idi. Məsciddə nə işi var idi Həzrəti Əlinin? Yas eləyəndə fikirləşirik, ehsan verməsən cəmaat nə deyər? Toy eləyəndə deyirik, filan yerdə toy eləməsən cəmaat nə deyər? Bu cəmaat nə deyər? İnsanı həlak eləyir. 8-ci budur ki, ehtiyacı olduğu halda başqasına kömək eləmək. Uşaqlarımızı bu ruhiyyədə tərbiyə eləyək ki, ehsan ruhiyyəsi olsun. Hədisdə var, birinə kömək eləyəndə verin, uşaq versin. Qoy, əli verməyə öyrəşsin. Sədəqəni verəndə uşağı ver, deyən sən ver. Özün ehtiyacın ola başqasına verəsən, bu kamil imanın əlamətidir. 9 elm öyrənməkdir. Üstündə deyəmirəm, heç vaxt demə bildim. Ölənəcən kitabın acı ola insan. Oxuya doymaya oxumaqdan. 10-cusu da ki, axırıncısı, Allahın sevdiyini sevmək. O şeyləri ki, Allah sevir, istəyin meyarı özüm olmayan. O mənə yaxşıdır, deməli yaxşı adamdır. Mənə pisdir, deməli pis adamdır. Meyar bu olmaya. Baxasan, görəsən, Allah bunu sevirsə, sən də onu sevəsən. Allah filan əməli xoşlayırsa, sən də onu xoşlayırsan. Bu 10 dənə, da hamısı deyir, amma elə 10 dənə kifayət eləyər. Kamil imanın əlamətidir. Allah bizim imanımızı kamil eləsin inşallah. Allahümme inna nes'aluke ve ned'uk bismikel azimil a'zam el-a'azzil ecellil ekram ve bil Hüseyin ya Allah 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi bu dünyadan aparma. Bu məclisdə iştirak edənlərin ürəklərində nə hacətləri var, nə dərdləri var, xanım Fatimə Zəhra Əli ilə həll elə. İlahi, qarşıdan gələn əyyam-ı Fatimiyyə feyzindən bizi binəsib eləmə.